Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyinatı olub. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, Mədəniyyət Naziri Adil Kərimlinin müvafiq əmri ilə bəstəkar, xalq artisti Aygün Səmədzadə Gəncə Filarmoniyasının direktoru vəzifəsinə təyin olunub. Qeyd edək ki, Aygün Səmədzadə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasının indiki Bakı Musiqi Akademiyası Tarix Nəzəriyyə Fakültəsində təhsilini davam etdirib. Konservatoriyanı bitirdikdən sonra bu təhsil ocağının musiqi tarixi kafedrasında müəllim kimi fəaliyyət göstərib. 2003-cü ildə Türkiyəli bəstəkar Əhməd Adnan Sayğunun yaradıcılığı ilə bağlı namizədlik fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. Yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilən bəstəkar 2011-ci ildə əməkdar incəsənət xadimi, 2018-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. Aygün xanımı Gəncəlilər adından ürəkdən təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzu edirik.